şəxs əvəzlikləri ismin yerində işlənir. İsmin yerində işləndiyinə görə ismin suallarına cavab verəcək. Yəni, şəxs əvəzliklərinin sualları kim və nədir? Hara yox, kim və nədir? Çünki şəxs əvəzliyi ismin yerində işlənir. Şəxs əvəzlikləri təkdə və cəmdə olur. Elə isimlər kimi təkdə və cəmdə olur. Təkdə birinci şəxsdə mən, ikidə sən, üçdə o. Cəmdə biz, siz, bir də onlar. Bunlar şəxs əvəzliklərdir. Bir də fikir verin ki, şəxs əvəzliklərindən bu demə düşən sualdır. Şəxs əvəzliklərindən birinci, ikinci şəxslər təki və cəmi. Birinci, ikinci şəxslər həmişə insana aid olur, həmişə. Amma üçüncü şəxs isə canlı da, cansız da ola bilər. Məsələn, deyə bilərəm ki, o lövhədir, burada cansızdır. O Ruslandır, kim, burada canlıdır. Yəni, birinci, ikinci şəxs canlıdır, üçüncü şəxs canlı da, cansız da ola bilər. Ona görə də kim sualı birinci, ikinci şəxslərə verilir. Kim və nə sualı, bu iki sualın ikisi də üçüncü şəxsə gedə bilər. Canlıda üçüncü şəxs axı canlı, cansız olduğuna görə kim nə sualı üçüncü şəxslərə gedə bilər. Bu verir. Gəldik şəxs əvəzlikləri, axı dedik ki, ismin yerində işlənir. Mən kim, sən kim, ismin yerində işlənir axı. İsmin yerində işləndiyinə görə ismin bəzi xüsusiyyətlərini daşıyır. Məsələn, şəxs əvəzliyi ismin xüsusiyyətini daşıyır, isim kimi hallanır. Məsələn, götürək mən sözün, mən. Hallandırağın, mənim, yəlik halda. Sonra, məni, təsirli halda, məndə, məndən hallanır. Və yaxud gəlin səni götürəyim, sən. Yəlik halda sənin, sənə, səni, səndə və s. Deməli, şəxs əvəzlikləri ismin xüsusiyyətlərindən bir hallanmasını götürür. Yeri gəlmişkən, burada bir də qeyd edeyim. Yəlik halın şəkilçisi biz bilirik ki, yəlik halın şəkilçisi ın, in, un, ündür. Şəxs əvəzliyindən mənlə biz istisna olaraq ın əvəzinə yəlik halda ın qəbul edir. Baxın, mən sözün kökü im yəlik haldır. Biz də bilirik ki, yəlik halın şəkilçisi ındır. Burada istisna olaraq ın əvəzinə ın qəbul elədi və yenə yəlik hal götürür. Eləcə də bizim sözün. Biz sözün köküdür, im yəlik haldır. Deməli, yəlik hallanır. Baxın, sən sözündə in oldu. Nə bilim, o sözün hallandıranda onun oldu, sizin, onların. Mənlə biz yəlik halda ın əvəzinə ın qəbul edib. Bu, onun biraz fərqləndirir. Hallanmasında o biri şəxslərdən fərqləndirir.